Herkese salam. Bu günləri 2 mart 2025-ci ildə buraxılış imtahanında riyaziyyatdan düşə bilmiş suallara baxırıq. Deməli, keçək 61-ci suala. 61-ci sualda bizdə vurub açmaq əvəzinə uşaqlar, baxırsınız ki, buna A desək, buna B desək, digər tərəfdə B və A olacaq. Bunların da gəlin yerinə dəyişirəm. Ola bilər ki, 5 üstə gəlsin 6y kubu. A minus B və A plus B bizdən nəyi verir? A kvadrat minus B kvadratını verir. Ona görə də gətirib yazıram yerində. A-nın qiyməti nədir? Uşaqlar 5-dir. B-nin qiyməti də 6y-in kubudur. Yəni 5-in kvadratı 25, 6y-in kubunu belə yazaq. Kvadratı bərabərdir. 25 çıxılsın 36, y üstündə 6. Cavabımız olacaq idi A variantı. Mərkəzi O nöqtəsində olan çevrənin AB vətəli AC diametri yarısına bərabərdir. Birinci ilk öncə uşaqlar belə bir misal görəndə C və B nöqtələrini birləşdirirsiniz və diametrə söykənmiş bucaq həmişə 90 dərəcə olur. Buna əsasən yazırsınız. Bura R olsa və AB isə onun yarısıdır deyir də. Bu 2R'dir artıq. 2R'dirsə yarısı da olacaq R. İndi düzbucaqlı üçbucağı görürük biz burada. Düzbucaqlı üçbucaqda hansı bucaq qarşısındakı katet bütunuzun yarısına bərabər idi? Təbii ki, onda bura olacaq 30 dərəcə. B, A, O bucağı nə qədər çıxır? 60 dərəcə. Cavab C variantı. 63-cü sual bərabərsizlikdir. İlk öncə hər bir fərdi keçirdirəm sol tərəfə. 10-da 9 böyükdür 0-dan. X-larla olan ifadələri ortaq məxrəcə gətirsəm. Yəni, hamısını gəlin ortaq məxrəcə gətirək. Burada 2 qalır, burada isə 5 qalır, burada 1 olur. Məxrəcdə 10, 10x kvadrat üstə gəlinsin 5x, 1 vurub açıq. Çıxılsın 6x və çıxılsın 9. Böyüdür 0-dan. Yəni də məxrəcdə rəqəm olduğuna görə 0-a gedəcək. Yaza bilərik ki, 10x kvadrat minus x minus 9 0-dan böyükdür və diskriminantı keçmək lazımdır. İlk öncə bunu kvadrat tənliyə gətirirəm. Bərabərdir 0 şəklində yazırıq. Diskriminantdan nə alınır? B kvadrat minus 4ac. Yəni 360. Bu da eləyir 361. X-imiz nə çıxır? X1-imiz çıxırmı? 1 üstə gəlinsin. 361-dən 19 çıxır. 2a isə yəni 20. 2 vurulsun 10. Bərabərdir. Burada 20 bölünsün 20 alacağıq. Yəni cavab 1 çıxacaq. X2-ni hesablayaq. Bərabərdir. 1 minus 19 bölünsün 20. Bu da bərabərdir. Mənfi 18 bölünsün 20. Yəni mənfi 0,9. Aha, biz bunları ayırdıq. İndi gəlin həmin nöqtələri intervalda qeyd edək. Görürük ki, böyükdür işarəsi. Yəni ciddi böyükdürsə, o deməkdir ki, bu nöqtələri dairələmək lazımdır. İçi boş şəkildə. Mənfi 0,9 və 1 nöqtələri. İntervalları çəkirəm. 1-dən böyük olanlar 2. 2-ni gətirsəm, yerinə qoysam, ta ki 1-ə yazsaq, x üstə gəlinsin 0,9 əks işarə ilə. Və 1 müsbət olduğuna görə minus 1. Burada gətirib 2-ni yerinə qoysaq, görərik ki, burada müsbətdir, burada müsbətdir. Müsbət yazıram, işarə növbələşəcək. Ona görə də bizdən cavabda böyükdür, yəni müsbət ifadələrə istədiyinə görə bunların birləşməsini götürəcəyiz. Mənfi sonsuzluqdan mənfi 0,9-a kimi birləşir 1-dən müsbət sonsuzluğa kimi. Cavabımız olur D variantı. 64-cü sualda fikir versəz, A kvadrat minus 2 vurulsun AB plus B kvadrat ifadəsini yazmaq olar. Bunu isə A minus 1 mötərizənin kvadratına keçirmək mümkündür. A-nın yerində bizdə dayanıb 2 sinus x, B-nin yerində isə 1 dayanıb. Gəlin həmin ifadəni çevirək mötərizə daxilinə. Onda olacaq 2 sinus x üstə gəlinsin. Daha doğrusu minus olduğuna görə minus 1 mötərizənin kvadratı bərabərdir 0-a və hər tərəfdən kök alsam 2 sinus x minus 1 bərabərdir 0, 2 sinus x bərabərdir 1-ə və sinus x nəyə bərabərdir? 2-də 1-ə.
İndi sinus x'in tənliyini yazsam, mənfi 1 üstündə k pi böl 6 da alır. 2də 1, yəni 30 dərəcədə aldığına görə pi böl 6 üstə gəlinsin pi k. Cevabımız olacaq A variantı. 65-ci sualda diaqramda bir sinifin dərsdə iştirak edən və etməyən şagirdlərin sayı haqqında məlumat verilmişdir. İştirak edən və iştirak etməyən. Gəlirik, düşək aşağı. Bizdən nəyi soruşur? Deyir ki, sinif siyahısından təsadüfən seçilmiş iki şagirddən seçilən birinin dərsdə iştirak edən oğlan, digərinin isə qız olma ehtimalının, hadisəsinin ehtimalını tapın. 2 nəfərdilər, biri oğlandır, digəri isə qızdır. Bax, bunları hesablamaq lazımdır. Ümumi nə qədərdir? Ümumi şagird sayı. İştirak edən və iştirak etməyən. İştirak etməyən. Bir dənə oğlan, iştirak edən 15 dənə oğlan. Ümumi nə qədər oğlan oldu? 16 oğlan. İştirak etməyən 2 dənə qız və iştirak edən 12 qız. 14 qız oldu. 14 və 16. 30 elə 20. Deməli 30. Neçə nəfər seçilib ümumi? 3 nəfər seçilmişdi. Yox, 2 nəfər seçilibdi. Qızlardan biri, deməli, iştirak edən oğlan. Oğlanların sayı nə qədər idi? İştirakçıların sayı 15 dənə. 15 dənədən biri və sənə deyir ki, iştirak etməyən qız. İştirak etməyənlər nə qədərdir? 2 dənə. 2 dənədən biri. Bunu hesablamaq lazımdır. Bərabərdir. 15 faktorial bölünsün. 14 faktorial vurulsun. 1 faktorial vurulsun. 2 faktorial. 1 faktorial vurulsun. 1 faktorial. Sonra aşağıda 30 faktorial. 28 faktorial vurulsun. 2 faktorial. İndi uşaqlar, gəlin bunu həll edək. Bizdə alınacaq 15 faktorial vurulsun 2 faktorial vurulsun 28 faktorial vurulsun 2 faktorial. Sürətləri sürətdə, məxrəcləri isə məxrəcdə yazacağam. 14 faktorial, 1 faktoriallar gedəcək. Vurulsun 30 faktorial. İndi siz bunu, daha doğrusu 30 faktorialı 28 faktorial vurulsun, 29 vurulsun 30 şəklində yazın. 28 faktoriallar getdilər. Sonra bunu 14 faktorial vurulsun 15 şəklində yazıram. 14 faktoriallar da getmiş olarlar. Bunu silək. Bərabərdir. İndi 15 qalıbsa burada 30 ilə də gedəcək. Burada 2 qalacaq. Yuxarıda da axı 2 faktorial var. 2 faktorial deyil, 2 deməkdir. 2-lər də buradan gedəcəklər. 29-da qalacaq nə? 15 də getmişdi. Yalnız 2 faktorial qalıbdı. 2 faktorial da elə bizə 2 deməkdir. Cavabımız çıxacaq Y variantı. Bizdə kökatda 19,4 ədədinin hansı iki ədəd ardıcıl tam ədəd arasında yerləşdiyini göstərin. Bunu tapmaq üçün fikirləşirsiniz ki, kök altından çıxa biləcək 19-dan kiçik ifadə hansıdır, ədəd hansıdır? 19-dan kiçik kök altından çıxan 16 və özündən ən böyüsü 25-dir. Baxın, buradan 4 çıxır, buradan isə 5 çıxır. Yəni 4 ilə 5-in arasında yerləşəcək B variantı. 67-ci sualdan müstəvi üzərində maarif və onun proyeksiyaları verilmişdir. Verilənlər ifadələrin hamısı yerinə yazılıb. MK-nı bizə 6 verib. Bura hələ 6 deyil, bura bilinmir nə qədərdir. MK 6, NY 2-dir. Buranı da hələ yazmıram. Aha, biz bilməliyik ki, 30 dərəcə artıq bizə verilmişdir. 30 dərəcə bir tərəfdən burada düzbucaqlı üçbucaq var, 2 dənə. Özü də perpendikulyarlıq işarəsini ora qeyd edib. Yaxşı, 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdırmı? Bəli, bura çıxır 3. Artıq mən MY-ni tapa bilərəm. MY düzbucaqlı üçbucaqda hipotenuz olduğuna görə kvadratı bərabərdir. NY, yəni katetlərin kvadratları cəminə. N-in kvadratı. MY bizdə nədir? Bilinmir. Gəlin tapaq. MY-nin kvadratı bərabərdir. NY nədir? 2. Kvadratı 4. ME nədir? 3 tapmışam. Kvadratı 9. 13. MY nə çıxır? Kök altında 13.
68-ci sualda 2 ədədin cəmi A plus B nədir? 137. Fərqi 19 olarsa A minus B bərabərdir 19 yazıram. Sistem tənliyi həll edirəm. Alt alta toplayıram. 2A bərabərdir 156-ya. A-da nə çıxacaq uşaqlar? 78. Radiusu 3 sm olan kürənin həcmini tapın. Kürənin həcmi 3/4 pi r kubu bərabər olacaq 3/4 pi vurulsun 3-ün kubu bərabərdir. 3/4 vurulsun pi vurulsun 3-ün kubu nədir? 27. 3 ilə 27 gedər 9 qalar. 4-ü 9-a vuranı 36 və pi. 70-ci sual çox sadədir. Bölünsün 3/1 bərabərdir x 9/3. Uşaqlar, kənar hədlərlə orta hədlərin yerini dəyişmək lazımdır. Buna görə də 9-da 7 artıq sağ tərəfdə bölmə əməli, sol tərəfə keçəndə vurma əməlinə keçir. Bərabərdir x vurulsun 3/1. Gəlin buradan x-i tapaq. 3/1 məxrəcə keçirməyib, bəli. Olacaq 7 vurulsun 9/3 bölünsün 9 vurulsun 3/1. Bu da bərabərdir. 9/3-dən 3/1 gedəndə yuxarıda 3 qalır. 3 ilə isə 9 gedəndə aşağıda 3 qalır və 3-də 7 Y variantı. 71-ci sualda biz ardıcıllığın 5-ci həddini tapın soruşur. Həmişə 5-ci cüzü şəkilçiləri n ilə işarə edirik. N bərabərdir 5. Gətirib qoyacaqsınız yerinə. 3 vurulsun 5 minus 1. 15-dən 1 çıxanda 14. B variantı. 72-ci sualda vektorların skalyar hasilindən danışır. Deməli, uşaqlar, A vektoru vurulsun B vektoru bərabərdir. 4 vurulsun -5 üstə gəlinsin. -3 vurulsun 2 bərabərdir. -20 minus 6. Bu da bizə verəcək -26. C variantı. Kompleks ədədin qoşması. A plus BI kompleks ədədi verilmişdir. Bu ədədin qoşması həmişə minusu ilə işarə olunur. A minus BI. Yəni uşaqlar 4 minus 2i yazır. 4 minus 2i'nin də, yəni bunun da qoşması bu deməkdir. Bunun qoşması bu deməkdir. Onda nə olacaq? 4 plus 2i. Cavabımız olacaq D variantı. Loqaritmik funksiyadır. Burada nə etmək lazımdır uşaqlar? Deməli, hər birini gəlin yazaq onun qüvvətində. 5-də 2, üstə gəlinsin RG. 10 üstündə 3-də 2, üstə gəlinsin 10 üstündə 5-də 3. Hər birini qüvvətdə yazmaq lazımdır. 3-də 1. Və qüvvətlərin hər biri loqaritmik funksiyanın qarşısına keçir. 5-də 2, 3-də 2, 5-də 3 loqaritmi və 3-də 1 bərabərdir. LG 10 loqaritma 10 əsasdan 10 deməkdir. Buna görə bunların hər biri bizə 1 verəcək. 1, 1. Yerdə qalacaq 5-də 2, üstə gəlinsin 3-də 2, üstə gəlinsin 5-də 3, üstə gəlinsin 3-də 1. Nə edirik burada? 5-də 2-dir, 5-də 3-dür. 5-də 2-nin üstünə 5-də 3 gələndə 5-də 5, 3-də 2-dir və 3-də 1-dir, 3-də 3. 1 plus 1, cavab qalır 2. 75-ci suala baxaq, çox üzvlər mövzusuna aiddir. Deməli, bizə düz prizmanın yan səthinin sahəsini 72, hündürlüyünü isə 6 vermişdir. Düz prizmanın oturacağının perimetrini tapın. Biz bilirik ki, S-yan bərabərdir. P oturacaq vurulsun H üsulundan istifadə olunacaq. Buradan P oturacağı tapmaq üçün yan səthin sahəsini onun hündürlüyünə bölmək lazımdır. Bu da bizdə verəcək 72 bölünsün 6. Cavabımız eləyəcək 12. 76-cı sualı müxtəlif üsullarla həll etmək olar. Bu qruplaşdırma ilə də etmək mümkündür. Gəlin 49 ilə 29-u, 46 ilə də 26-nı qruplaşdıraq. Onda yazaram ki, 49-un kvadratı minus 29-un kvadratı üstə gəlinsin 46-nın kvadratı minus 26-nın kvadratı bölünsün 600 bərabərdir. Uşaqlar, A kvadrat minus B kvadrat şəkildə açılışı, A minus B, A plus B şəklində açılışı düzdür. Gəlin ona uyğun yazaq. 49 minus 29, 49 plus 29.
və üstə gəlinsin 46 minus 26, 46 plus 26 bölünsün 600-ə bərabərdir. 49-dan 29 çıxanda qalır yerdə 20. 20 vurulsun 49-un üstünə 29 gəldikdə bizə verəcək 78 üstə gəlinsin 46-dan 26 çıxanda 20 vurulsun 46-nın üstünə də 26 gələndə bizə 72 verəcək bölünsün 600. Yenə də 20 burada ortaq olduğuna görə mötərizə xaricinə çıxarsam 78 üstə gəlinsin 72 cavabını alaram bölünsün 600-ə. 600 ilə 20 gedər. Aşağıda nə qalacaq? 30 qalırmı? Bərabərdir. 78-in üstünə də 72 gəldiyimiz zaman 150 bölünsün 30 alarıq. Cavabımız nə eləyər? 5. 77-ci sualda eyniləşdirmək lazımdır məxrəcləri. Bərabərdir. 3-də 2 x üstündə plus 1. Bizdən soruşur ki, 4x funksiyasının qiymətini tapın. Müxtəlif üsullarla eləmək olar. Görürsünüz ki, burada altda 1-dir, burada 3-də 2-dir. Gəlin bunu 6-ya gətirək. Nə olacaq uşaqlar? Altda 1x bərabərdir. Altda 4. Altda 4-ün üzərində x plus 1. Plus 1 nə deməkdir? Yəni, bu hasil şəklində yazılmışdır da. Bu o deməkdir ki, 6-da 4x vurulsun 6-da 4. Çünki bunun qüvvəti ilə bir hasil vurulanda axı toplanırdı. Ona görə də gəlin elə bunu ayrılıqda yazaq. Sol tərəfdə qeyd edirəm. 6-da 1 üstündə x. Bunu ayrı-ayrı açsaq, 1 üstündə x bölünsün 6 üstündə x. Bax, dəqiq görmək üçün 4 üstündə x, 6 üstündə x. Vurulsun 6, 4. Baxın, uşaqlar, eyni olduğuna görə burada 6x-lar bir-biri ilə gedirlər. Yerdə qalır 1 üstü x bərabərdir. 4 üstü x vurulsun 4 bölünsün 6-ya. Gəlin 4-ü də keçirdək. Məxrəcə x-lar üzərində bir yerdə yazıram. 1 bölünsün 4. Ümumi mötərizənin üstündə x yazıram. Bərabərdir 6-da 4. Yaxşı. Bəs 4-də 1 x üssü budursa, bunun tərsi nəyə bərabərdir? 4-də 1-in tərsi nədir? 4 üstündə mənfi 1, düzdür? İndi 4 üstündə mənfi x bərabərdir 6-da 4-ə. Bunu belə yazıram. 4 üstündə x-in üstündə mənfi 1 bərabərdir 6-da 4. 6-da 4-ü də 4-də 6 üstündə mənfi 1 şəklində yazsam, yəni bunun da tərsi kəsrlə sürətlə məxrəc yerini dəyişdi. Bu mənfi 1-lər bir-biri ilə gedər. 4 üstü x nəyə bərabər olar? 4-də 6-ya. 78-ci sualda sinus 30 dərəcə neçədir? 2-də 1. Üstə gəlinsin. Buna dəymirəm. Sinus 231 dərəcə. Kosinus 39 dərəcə. Hələ dəymirəm, qalır. 39 dərəcə. Minus tangens 45 dərəcədə nə alır? 1. Minus 45. 5-dən 1 çıxanda qalır 4. 4 üstə gəlinsin. Sinus 231 dərəcə plus kosinus 39 dərəcə. 231 sinus 231-i yaza bilərəm ki, sinus 270 dərəcə minus 39 dərəcə. İndi gəlin fikirləşək. Sinus 3-cü rübdə yerləşir. Bu yazıya baxanda 3-cü rübdə yerləşir və 3-cü rübdə sinusun qiyməti nədir? Mənfidir. Olacaq mənfi 270 dərəcədə adını dəyişirmi? Bəli. Kosinus 39 dərəcə. Gətirib yazıram yerinə. 4 artıq olacaq nə? Minus kosinus 39 dərəcə. Üstə gəlinsin kosinus 39 dərəcə. Kosinuslar gedər. Cavab variantımız nə qalar? 4. Şagird riyaziyyat fənni olimpiyadasında cavablandırdığı 4 sualdan ilk 3-ünə görə topladığı balların ədədi ortası. 4 sual var. 3-ünə görə topladığı balların ədədi ortası 8-dir. Yəni, A, B, C. Ədədi ortası nədir? Sayına bölmək deməkdir. 8-dir. 4 nəsində isə A plus B plus C plus D bölünsün, ədədi ortası 4-ə bölünməlidir. Bərabərdir 7 olarsa, o 4-cü suala görə neçə bal almışdır? Gəlin bunu hesablayaq. Deməli, uşaqlar, buradan birincidən alıram ki, A plus B plus C bərabərdir 24-ə.
Yaxşında buradan nə alıram? A plus B plus C plus D nəyə bərabərdir? Deyir 28. İndi A plus B plus C-nin qiyməti artıq məndə məlumdur. Onda olacaq 24 üstəgəlinin D bərabərdir 28-ə. D nə çıxır? 28 minus 24, 4. Düzbucaqlı üçbucaqda bir katetin hipotenuzuna nisbəti, baxın uşaqlar, bir katetdir. Tutalım ki, bu katetindən verir. Nisbət veriləndə həmişə yanına bir kx yazırıq ki, bilmirik hansı nisbətlərlə bölünür. Hipotenuzu olan nisbət. Hipotenuzu da bunu götürürəm. Perimetri isə 48-dir. Baxın, düzbucaqlı üçbucaqda belə bir qayda var. Ya hipotenuzun kvadratından çıxarsınız katetin kvadratını digər tərəf taparsınız, tapacaqsınız 3k. Və ya standart şəkildə 3k, 4k olan zaman düzbucaqlı üçbucaqda olarsa hipotenuz həmişə 5k çıxır. İndi mən bunu bildiyimə görə perimetrdə nədir? Bütün tərəflərin cəmi. Bütün tərəfləri cəmləyirsiniz. 8-ə bərabər edirsiniz. 12k bərabər olur 48. K da çıxır 4. Bizdə K4'tür. Gəlin görə bizdən nəyə soruşur? Hipotenuzun uzunluğunu tapın. Hipotenuzumuz 5K idi mi? Gətirib K-nı qoyuram yerinə. 4 bərabərdir 20. Kvadrat formasında iki bağça ətrafına perimetri boyunca çəkilmiş borular vasitəsilə sulanır. Bağçalarda su anbarı arasındakı boruların hər birinin uzunluğu 4 metrdir. Birinci bağçanın tərəfinin uzunluğu ikinci bağçanın tərəfindən 2 metr. Deməli, bunu x götürsək, bunun tərəfini götürək x plus 2. Və kvadrat formalı olduğuna görə hər bir tərəf bir-birinə bərabərdir. Aha. Birinci bağçanın sahəsi ikincinin sahəsinin 2 mislindən, birinci bağçanın sahəsi nə qədər olacaq uşaqlar? X plus 2 mötərizənin kvadratı. Birinci bağçanın sahəsi ikincinin sahəsinin 2 mislindən, ikincinin sahəsi nədir? X kvadrat. 2 mislindən 8 kvadrat metr azdır. Yəni, minus 8 bərabərdir. Sulama üçün ən az nə qədər borudan istifadə olunur? Buradan x-i tapalım. X kvadrat üstə gəlinsin. 4x üstə gəlinsin. 4 bərabərdir 2x-in kvadratı minus 8. Hər tərəfi sağ tərəfə keçirsəm, 2x kvadrat minus x kvadrat minus 4x minus 4 minus 8. Buradan alıram ki, x-in kvadratı çıxılsın 4x minus 12 bərabərdir 0-a. Diskriminanta görə 16-nın kvadratı minus 4ac, yəni 48 bərabərdir 64. Mənim x-im nə çıxacaq? 4 üstə gəlinsin 8 bölünsün 2. 12-ni də 2-yə böləndə 6. Qısım 6 çıxdı. Sulama üçün ən az nə qədər borudan istifadə olunur? İndi x-imizi gətirib qoyuram yerinə. X-im 6 idisə, bunda bunun tərəfi nə qədər çıxır? 8. 4 metr burada, 4 metr burada. Burada isə nə qədərdir? X-imi 6 tapmışam. Bütün tərəfi əhatə etdiyinə görə bunun perimetrlərini toplamaq lazımdır. Birincinin perimetri nə qədərdir? 8. Kvadratın perimetri nədir? 4A. Birinci 8-dirsə olacaq 32. 4 metrlər plus sonuncunun perimetri nə qədər çıxacaq? 24. 24 bərabərdir. Cavabımız eləyəcək 64. 82-ci sualda bir məktəbin bütün müəllim kollektivinin 4də 1-i Şuşa, 5də 4-ü Xankəndiyə, ikisi isə hər iki şəhərə səfər edir. Yəni, Venn diaqramı çəkək. Deməli, ikisi ortaqdır, yəni hər ikisi iki şəhərə səfər edibdir. Bu olsun Şuşa, bu olsun Xankəndi. Aha, bizə deyir ki, Şuşaya 4də 1-i. 4də 1-indən ikisi ortaq mıdır? Onda Şuşanın tək özünə nə qalır? 4də 1 x-i minus 2 qalır Şuşanın özünə. Xankəndinə nə qədər qalır? 5də 3-ü çıxıbsa, 5də 4-ü daha doğrusu çıxıbsa, 5də 4 minus 2. Tək Xankəndinində. Bizə deyir ki, bu kollektivdə neçə müəllim var? Kollektivdə neçə müəllim tapmaq üçün bunların birləşməsini tapmaq lazımdır. Yəni, 4də 1 x üstə gəlinsin. Burada da x yazaq. 5də 4 x
minus 2 bərabərdir. Ümumi müəllimlərin sayını bilmirik ki, x-a bərabərdir. Buradan da ortaq məxrəcə gətirək. 5 dəfə, 4 dəfə olacaq nə? 20-də 5 üstə gələnsin 16. 21x minus 2 bərabərdir x-a. X-ı gəlin sol tərəfə keçirdək, 2-ni sağ tərəfə. Olacaqmı 20-də 1 tam? 20-də 1x minus x bərabərdir 2-yə. Burada alınacaq ki, 20-də x bərabərdir 2. X-ımızla nə çıxacaq? 40. X-ımız 40 çıxdı. Kollektivdə neçə müəllim var? Bizdən x-i soruşurdu. Deməli, sonra ABCD trapesiyasında AB 6, CD 8, CY parçası bu trapesiyanın rom və düzbucaqlı üçbucaqlara ayırır. CY parçası romdursa uşaqlar, rombun nədir? Bütün tərəfləri bərabərdir. 6, 6, 6. Digərini isə və düzbucaqlı üçbucağa ayırır. Düzbucaqlı üçbucaqdırsa, bu üçbucaqdan söhbət gedir. Y, C, D. Yəni, bu hissə bir-birinə perpendikulyardır. Buradan 7-ni tapmaq mümkündür. 6-nın kvadratı plus 8-in kvadratı kökün altında. Bu da bizə kökün altında 10-un kvadratı, yəni 10 taparam. Bizdən perimetr A, B, C, D-ni soruşur. Yəni, bütün tərəflər artıq məlumdur. AD tərəfindən nə olacaq? AD tərəfi nədir? 6 A7, 7 nədir? 10. Eləyirmi 16? Bəli. Perimetri tapmaq üçün 6, baxın AB-dən başlayıram. AB, BC, CD və AD tərəfləri toplanılacaq. 6, 6, 8 və 16. Cavabımız eləyəcək 36. 84-cü məsələyə baxaq. Burada deyir ki, turistlərin gəzintisi zamanı motorlu qayıqla iki məntəqə arasındakı məsafəni çayın axını istiqamətində. Baxın uşaqlar, çayın axını istiqamətində deyəndə həmişə sürətlər toplanır. Deməli, V1 üstə gəlinsin V2. Əksi istiqamətində isə ümumi işdə, baxın, əksi istiqamət V1 minus V2 yazıram. Qayığın öz sürəti 6, çayın axın sürəti isə 3-dür. Yəni, bu o deməkdir ki, axın istiqamətinə geyəndə qayıqla çayın axın sürəti həmişə toplanır. Ona görə də çayın əksinə də gedəndə təbii ki, çıxılır. Yəni, V1-im nədir burada? 6-dır. V2-im nədir? 3-dür. Burada nə alınacaq? V1-in üstünə V2 gələndə alınacaq 9. V1-dən V2 çıxanda, yəni təbii ki, böyükdən kiçik çıxacaq. Altdan 3 çıxanda yerdə qalacaq 3. Deməli, mənim V1 plus V2-im 9-dur. V1 minus V2-im isə nədir? 3. Aha, deyir ki, əksi istiqamətdə ümumilikdə 4 saat gedib. Deyə bilərik ki, S bərabərdir VT düsturumuz var bizim. Biz sürətləri bir dəfə 9-u, bir dəfə də 3-ü yerinə qoymaq lazımdır. Deməli, S bərabərdir 9 sürəti ilə getdi də, ümumi 9 km bölünsün saat sürəti ilə olanda zamanı ayrı olacaq. İkincinin zamanı isə, yəni də gətirib V1, V2 kimi yerinə qoyuram da. Elə bir ki, uşaqlar, baxın burada V1-ci və 2-ci deyək. V1-ci və 2-ci. V1-ci ilə V2-ci. Yəni, bu V1-inin də, ona görə T1 uyğun gəldi, V1-cinin. Bu isə V2-cinin-dir. Yəni, 3T2. Gəlin indi bu sistemdən T1-i və T2-ni tapaq. T1-imiz nə olacaq? S bölünsün 9. T2-miz nə olacaq? S bölünsün 3. Bizə deyir ki, ümumi nə qədər 4 saat vaxt sərf edib. Yəni, T1 birinci zamanla ikinci zamanın cəmi 4-ə bərabərdir. Onda gəlin bunları toplayaq, bərabərləşdirək 4-ə. S böl 9 üstə gəlinsin. S böl 3 bərabərdir 4-ə. 3 dəfə eləyəcək 4S bölünsün 9 bərabərdir 4-ə. Buradan 4-lər gedəcək. S bərabərdir 9 cavabını almış olacaqsınız. Bizdən də soruşurdu məntəqələr arasındakı məsafəni. 85-ci sualda fx və gx funksiyaları verilmişdir. Deyir ki, bu həmin qrafiklər koordinat başlanğıca nəzərən simmetrikdir. Koordinat başlanğıcı nə idi? 0, 0 nöqtəsi. Bizim burada olan A nöqtəmiz hansıdır? X-i -4, Y-i isə 3-dür. Həmin bu nöqtələr
0, 0 nöqtəsinə nəzərən paralel köçürmə zamanı B nöqtəsinə keçib. Koordinat başlanğıcına nəzərən nöqtələr həmişə bir-bir yerini dəyişirdi. Olacaq 4, -3. Aha, 4, -3. Deməli, mənim nöqtələrim x-ım 4-dür, y-im də -3-dür. Gətirib qoyuram yerinə. X-ım 4-dür, yəni bura 4-dür, bura isə -3-dür. İndi diqqətlə fikir verək. Bizdən soruşur birinci, A ilə B arasında olan məsafəni, yəni AB üstəgəlinin CD yazmışdır. Uşaqlar, bura hansı nöqtədir? Gəlin C nöqtəsini tapaq. C nöqtəsini tapmaq bizim belə bir düsturumuz var da. Y bərabərdir. Kvadratik funksiyanın qrafikinin düsturu necədir? AX kvadrat, BX üstəgəlinin C-dir. Həmin C burada qalan C olacaq. Görək fx funksiyasını. Bax, birinci fx-dən danışaq. Fx funksiyasına görə C-si nədir? Onu birbaşa 3 götürə bilmərsiniz. Bu mütləq açılmalıdır. Fx deməli bərabərdir. 4də 1 x kvadrat üstə gəlinsin. 1 açılıb. Deməli, burada olur 2 vurulsun, x vurulsun 4. Yəni, üstə gəlinsin. 4də 1 vurulsun, 2 vurulsun, x vurulsun 4. Üstə gəlinsin. 4də 1 vurulsun. 4-ün kvarı nədir? 16. Üstə gəlinsin 3. Bunları hesablamağa ehtiyacım yoxdur. Mən sadəcə bu hissə lazımdır. 4 ilə 16 gedir. Qalır 4. Üstə gəlinsin 3. Yəni 7-yə. İndi fikir verək. C-miz nə oldu? 7. Y oxunun 0-dan yuxarı hissəsi həmişə müsbət qiymətlər alır. Onda 0-dan aşağı hissəsi isə həm də 0 nöqtəsindən nəzərən paralel köçübsə, müsbət 7-yə -7 nöqtəsinə keçir. Yəni, burada da olacaq -7. İndi birinci mən deyə bilərəm C-dən D-yə qədər olan məsafəni. C-dən D-yə qədər məsafəni tapmaq üçün, baxın, müsbət qiymətlərini götürmək lazımdır. Çünki məsafə tapırsınız axı. Buradan bura qədər olan məsafə nədir? 7, düzdür. Gəlib 7-də dayanıb da. Bəs buradan bura qədər olan məsafə nədir? Yenə də 7. Onda bunları toplayanda mən alıram 14. Yəni CD-ni 14 alıram. AB-ni tapmaq üçün 2 üsulla getmək olar. Həm burada düzbucaqlığını tamamlamaq olar. Baxın belə. Diqqətli olun. Bura qədər olan məsafə nə qədər idi? 3 idi də, düzdür. Bizə verib ki, bu nöqtə 3-dür. Və simmetrik olaraq Y-də -3 idi. Yəni, buradan bura qədər olan məsafə nə qədərdir? 6. Elə düzbucaqlı olduğuna görə həmin tərəf də 6-nı verir, bəli. Sonra, -4-dən 0-a kimi məsafə 4-dür və 0-dan da 4-ə kimi məsafə də 4-dür. Ümumi 8 elədimi? Onda burada çıxır 8. Düzbucaqlı üçbucağa görə katetin biri 6, bir də 8 olarsa, hipotenuzu nə çıxır həmişə? 10. Yəni, məndə AB-də 10-dur. CD-ni tapmışdım 14, AB-ni də tapmışam 10. Ümumi cavab deyir ki, AB üstəgəlsin CD-ni tap. Yəni, 14 üstəgəlsin 10. 24.